Elm və Təhsil Nazirliyinin Təsərrüfat hesablı əsaslı tikinti və təchizat idarəsi tender müsabiqəsi keçirmədən Qala Express MMC ilə satın alma müqaviləsi imzalayıb. Yeniavaz.com xəbər verir ki, Qala Express MMC Elm və Təhsil Nazirliyinin sifarişi ilə şagirdlərin məktəblərarası daşınması xidmətlərini həyata keçirəcək. Nazirlik bu xidmətə görə Qala Express MMC-yə 4.735.096 manat 98 qəpik ödəyəcək. Məlumat üçün bildirək ki, Qala Express MMC 9 iyun 2009-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu Cəfər Cabbarlı küçəsi ev 44-də yerləşir. MMC-nin qanuni təmsilçisi Şükürov Elşən Təvəkküloğludur. Qeyd edək ki, Qala Express MMC bu günə kimi yalnız Elm və Təhsil Nazirliyi ilə satın alma müqavilələri imzalayıb. Bu ilin oktyabr ayında Elm və Təhsil Nazirliyi Qala Express MMC ilə odun yanacağının daşınması üçün 1.560.550 manatlıq daha bir müqavilə imzalayıb.